Salam əziz izləyicilər. Şəfalı bitkilər həmişə insanların maraq dairəsi olmuşdur. Mən də bacardığım qədər təbii bitkilər haqqında, onların faydaları, onların insanlara olan təsiri, tərkibində olan vitaminlər haqqında məlumat verməyə çalışıram. Bu günləri sizə çoban yastığından danışacağam. Çoban yastığı və onun çayından. Çoban yastığı çayı yuxu keyfiyyəti yaxşılaşdıran unikal vasitələrdən biridir. Çoban yastığı çayının bu xüsusiyyəti qədim tibbi təcrübələrdən bəri məlumdur. Çoban yastığı beyində yuxusuzluğu azaldan və yuxuya kömək edən müəyyən reseptorları birləşdirən apigedin adlı antioksidant ehtiva edir. Bu da ki, xroniki yuxusuzluğa qarşı müsbət təsir edir. Biz bilirik ki, bağırsaqlar bədənin ikinci beyni kimidir və buna görə də nizamlı həzm sistemi ümumi sağlamlıq üçün son dərəcə vacibdir. Çoban yastığı çayı ənənəvi olaraq müxtəlif həzm xəstəliklərinin, o cümlədən ürək bulanma, köp və qazın müalicəsində istifadə edilmişdir. O, həmçinin mədə xoralarının qarşısını almaqda təsirli olduğu deyilir. Belə ki, mədə turşuluğunu azaltmaqla çoban yastığı xoraların inkişafına kömək edən bakteriyaların böyüməsinə mane olur. Bu tapıntılara baxmayaraq, çoban yastığın həzm sistemindəki rolunu təsdiqləmək üçün daha çox kliniki araşdırmalara ehtiyac vardır. Çoban yastığı çayı içmək qan şəkərinin səviyyəsini aşağı salmağa kömək edə bilər. Belə ki, onun tərkibində elə bir maddə vardır ki, bu xüsusiyyətlər qan şəkəri səviyyəsini xroniki olaraq yüksəldiyi zaman meydana gələn mədə-altı vəzi hüceyrələrinin zədələnməsi ilə mübarizə apara bilər. Mədə-altı vəzi diabetdə sağlamlığı qorumaq üçün son dərəcə vacib olan orqandır. Çünki qan şəkərini azaltmaq vəzifəsi daşıyan hormon olan insulini istehsal edir. Çoban yastığı çayı çox güclü sakitləşdiricidir. Belə ki, o anksiyetə və depressiyanı yüngülləşdirir. Çoban yastığı ekstraktının narahatlıq və depressiyanın şiddətini azalda biləcəyinə dair bəzi sübutlar var. Çoban yastığı çayının tərkibində elə bir maddə vardır ki, o həm də iltihabı azaldır. Belə ki, qadın problemlərində, xüsusilə uşaq yolları, uşaqlıqda yaranan vaspleniya və digər iltihabi proseslərdə çox faydalıdır. Belə ki, çoban yastığı çayı qadınlarda adət dönəmi vaxtıda çox faydalı ola bilər. Çünki o, həm bədəni rahatladır, həm iltihabı azaldır, eyni zamanda əzələlərin yığılıb açıldığı zaman o bədəndə yaranan spazmanı götürə bilər. Dediyimiz kimi, çoban yastığı çayı və dəmləməsi iltihab əleyhinə olduğu üçün diş ağrısı, diş iltihabı zamanında istifadə oluna bilər. Belə ki, onun dəmləməsindən qarqara etmək və yaxud da içmək mümkündür. Dediyimiz kimi, çoban yastığı çayı həm də üzdə olan səpkiləri azaldır və dərini bir xeyli sakitləşdirir. Buna görə də kosmetik vasitə kimi də sayıla bilər. Nəmləndirici vasitə olduğu üçün ondan kosmetikaların, xüsusilə də kremlərin hazırlanmasında istifadə olunur. Video sizə faydalı oldusa, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın, sağlam qalın.